Fuad müəllimə bir sualım var iqtisadçı olaraq. Siz siyasətçi olaraq şərh etdiniz. Fuad O sualı cavablandırım da dediyiniz sual. Bilirsiniz, daha sadələşdirim sualımı. Bilirsiniz, mən multikulturalizmi çox sevirəm. Bu dəyər perspektivində bu tolerantlıqdır da. Və Karl Popperə gəlib çıxırıq açıq cəmiyyətinə ki, tolerantlıq mütləq inkişaf üçün vacibdir. Bu aydındır. Mənim yeganə narahatlığım odur ki, biz həmişə deyirik, biz şərqlə qərb arasındayıq. Amma sizdə belə bir iqtisadçı kimi belə bir təəssürat yaranmır ki, biz şərqindən biz hissələrini götürmüş. Məsələn, ailə institutunun dağılmasını müşahidə edirik, kreditləşmənin çoxaldığını, insanlar bu gündən yaşayır, çox işləmək, zəhmət çəkmək istəmir. Məsələn, Çinlərə baxsaq, şərqə baxsaq, bu heç biri yoxdur. Onlar üçün ailə institutu vacibdir, çox zəhmətkeşdirlər, 15-16 saat işləyə bilirlər. Mən sosial mediada deyəndə ki, biz daha çox işləməliyik, daha çox eləməli, mən linç edirlər də. Misal üçün deyirlər, niyə görə biz çox işləməli, biz də Avropa kimi olmaq istəyirik. Mən də onlara deyirəm ki, biz Avropa kimi ÜDM-imiz olanda produktivliyimiz odur. Sizcə, biz bu şərqlə qərb arasında qalmışıq deyəndə, biz hansı bir mənni identikliyimizi itirmirik ki, Azərbaycanlı olaraq bizim mədəniyyətimiz faktiki nədir? Mən qorxuram ki, olmayan da bu mayak formasında da, dəyər formasında biz azırıq. Biz gedirik qərbdəki kimi yaşamaq istəyirik. Onların nə hara gəldiyini də görürük, müşahidə görürük. Təəssüf olsun ki, qərb o qədər də yaxşı vəziyyətdə deyil, amma şərqi də unuduruq. Sizin necə düşünürsünüz? Bilirsiniz, Fərhad müəllim, çox maraqlı suala görə təşəkkür edirəm. Biz burada çox mürəkkəb, çox mərtəbəli bir cavab var. Bilirsiniz, ilk növbədə geostrateji mövqeyimiz elədir ki, biz bölünə bilmirik həqiqətən nə şərqə, nə qərbə. Bu Sovet dövründə də belə olub. Xatırlayırsınızsa, biz qonşuluq siyasətində Azərbaycan Respublikası kimi hər kəsdən öndəyik. Xarici siyasət, bəs daxili siyasət. Daxili siyasətdə də belə idi. İndiki vəziyyətdə də bizim qərb və yaxud şərq istiqamətindəsizdir. Biz bir nəm Avropa düşüncəli fikirlərlə ancaq şərq dünyasındayıq. Avropa düşüncəli fikir nədir? Avropa düşüncəli fikir, sizin sözünüzə gəlirəm. Yəni ki, biz istəyirik Avropalılar kimi yaşayaq. Onlar yaxşı yaşayırlar fikrinizcə. Bilirsiniz, ən azından bir model formalaşdırıblar ki, bütün dünya əsasən də bizim kimi keçid iqtisadiyyatlı ölkələr və yaxud digər ölkələr fokuslanıb o yaşayış tərzinə. Əsasən də sosial yönümlü layihələrin həyata keçirilməsi, misal üçün təqaüdə çıxanda qərb modelindən misallar gətirirlər və yaxud iş rejimi ilə siz bayaqlam saatla, əmək saatı ilə bağlı bir fikir deyirsiniz, oradan misal gətirilir. Yəni biz bura fokuslanırıq. Amma o düzdürmü ora fokuslamaq burasında? Mən sizinlə razıyam. O nöqteyi nəzərdən ki, o modelə gəlməkdən ötürü gecə-gündüz Çin modelində işləmək lazımdır. Çox sağ olun. Mən bunu fikirləşirəm. Çünki mən